Bugün hamımızın arxadan vurulan zərbə filmindən tanıdığımız Qurd Cəbrailin əsl hekayəsini danışacağım. Yusif Vəliyevin yaratdığı Qurd Cəbrail obrazı əslində kimdir? Baxşıyev Cəbrail Əlibaxşoğlu 1900-cü ildə Bakının Maşdağa kəndində anadan olub. Anadan olandan 6 ay sonra anasını, 9 yaşında isə atasını itirən Cəbrail babasının himayəsində böyüyür. Cəbrailin ata-babası Kərbəlayı Sonqulu indiki Bakı Dövlət Sirkinin yerində olan evdə yaşayırmış. Zəmanəsində dadlı doğğa bişirməsi ilə tanınan babasının yanında doğğa satan 9 yaşlı Cəbrail uşaqlıqdan diribaş, həm də dəcəl olub. O, özünə pul qazanmaq məqsədi ilə dovğaya su qatarmış ki, özünə şirin quş, noxud qovurması alsın. Bakı sakinləri dovğanın dadının dəyişdiyini, ona su qatılmasını başa düşüb, Kəblə Sonquluya şikayət eləyiblər. Nəvəsini cəzalandırmaq qərarına gələn Kəblə Sonqulu Cəbraili döymək istəyəndə, Cəbrail onun əlindən çıxıb, Tağıyev fabrikinin yaxınlığında yaşayan xalası ilə qaçmaq qərarına gəlir. Həmin vaxt dənizin kənarından ora barkaslar gedərmiş. 9 yaşlı uşaq barkas əvəzinə çaşıb Həştərxana gedən gəmiyə minib. Sonradan yanlış olaraq uzaq məsafəli gəmiyə mindiyini başa düşüb. Gəmidəkilər Cəbraili sakitləşdirərək ona çörək, şirniyyat verib, kapitandan geri qayıdarkən Cəbraili Bakıya qaytarmasını xahiş eləyiblər. Ancaq hava şəraitinin kəskin dəyişməsi səbəbindən gəmi bir neçə gün Həştərxanda qalmalı olub. Bir neçə günü sahildə qalan Cəbrail bir gün görür ki, yoldan keçən arabanın təkəri çıxıb. Yaxınlaşıb milliyyətcə tatar olan arabaçıya kömək eləyir. Uşağın bu hərəkəti arabaçının xoşuna gəlib. Həştərxanın fabrik sahiblərindən olan sonsuz Ravil kimi tanınan həmin şəxs Cəbraili dilə tutub. Ona elə ordaca övladlıq təklif eləyir. Mənim böyük bir qənnadı sexim var. Yəni, yaşayışım yaxşıdır, amma övladım olmur. Gəl, sən mənə oğul ol. Evin xanımı ona doğma övlad gözü ilə baxmasa da, o Ravil kişinin sevgisini qazanır. Beləliklə, Cəbrail təxminən 9 il Ravilin evində qalır. Günlərin birində Ravil pul kisəsini Cəbrailə verib bir nəfərə çatdırmağı tapşırır. Üstəlik 1 manat da fayton pulu verir. Yolda yaşıtlarının dəmir pullarla qumar oynadığını görən Cəbrail onlara qoşulur. Xırda pulları qurtarandan sonra fayton pulunu da udzur. Ravilin verdiyi pul kisəsindən 1 manat fayton pulu götürsə də onu xərcləməyə ürək eləmir. Fikirləşir ki, birdən bilərlər. Özünə olan etimadları itər. Yoluna kəsə yolla davam edən Cəbrail qəbirstanlıqdan keçəndə 2 nəfər atlını görür və qəbirlərdən birinin arxasında gizlənir. Həmin adamlar qəbirstanlıqda yer qazaraq özləri ilə gətirdikləri böyük bükülünü orada bastırıb çıxıb gedirlər. Cəbrail adamların xəzinə bastırması ehtimalı ilə həmin yeri qazmağa başlayır. Qazıb qurtarandan sonra çıxardığı kisənin ağzını açır və gözlərini inanmır. Orada boynuna bıçaq saplanmış bir qız var idi. Bıçağı dartıb çıxarınca üzünə qan fışqırır və Cəbrail özündən gedir. Gözlərini açanda isə özünü xəstəxanada görür. Ətrafdakılar qızı Cəbrailin vurduğunu zənn edirmiş, lakin sağ qalan qız onu Cəbrailin vurmadığını deyir. Xilaskarını həbsdən qurtarır. Özünə gəldikdən sonra xəstəxanadakı otaqlardan birinə girən Cəbrail oradakı çarpayıda ətrafı yasəmən gülləri ilə dolu olan bir gözəl qız görür. Mənim başım gicəlləndi, amma bilmirəm bu sənin gözəlliyindəndir, yoxsa yasəmən güllərinin ətrindən, deyərək qıza yaxınlaşır. Qız isə elə mənim də adım Yasəməndir, xilaskarım, deyə cavab verir. Bundan sonra Yasəmən başına gələnləri nəql eləməyə başlayır. Atam çox varlı idi. Onun 2 qızı vardı. Mən və bacım. Atam ölməzdən əvvəl var dövlətini 2 bacı arasında bölmüşdü. Məni bıçaqlayıb qəbirstanlıqda bastıranlar isə bacımın əri ilə
qaynı olub. Sağaldıqdan sonra Yasəmən Cəbrayıla öz evinə köçməyi təklif edir. Cəbrayıl Rabil kişi ilə sağollaşıb qızın evinə köçür. Üstündən çox keçməmiş Yasəmən ona qəsd eləmiş bacısının həyat yoldaşı və qaynını öldürüb doğrayır. Doğranmış meyitləri isə Cəbrayılın köməyi ilə bastırır. O, evdə daxil olmaqla hər şeyi satıb bütün pulları Cəbrayıla verir. Beləliklə Cəbrayılla Yasəmən Bakıya yollanırlar. Cəbrayıl Həştərxan yaxınlığındakı stansiyaların birində düşür. Yasəmən qatarda qalır. Elə həmin məqamda düşünür ki, Bakıda Yasəməni apara biləcəyi bir ata ocağı, evi yoxdur. Ona görə də o Yasəmənin olduğu vaqona minməyərək Bakıya başqa qatarla qayıdır. Təsadüfən Rostovdan Bakıya gələn oğrularla tanış olan Cəbrayıl ilk ciddi işlərinə həmin vaxtlardan başlayır. O dövrün ən tanınmış avtoriteti sayılan Rəşid oğlu Məhərrəmlə birgə oğurluğa gedən Cəbrayıl az müddətdə məşhurlaşır. Onun sorağı hətta Bakıda olarkən Stalinə də çatır. Cəbrayılı Stalinin yanına aparırlar. O Cəbrayıla Bakıdakı banklardan birindən küllü miqdarda pul uğurlamağı tapşırır. Tapşırığı layiqincə yerinə yetirən Qurd Cəbrayıl sonradan həmin vəsaitin inqilaba xərcləndiyini öyrənir. Yeri gəlmişkən müharibə dövründə həbsxanada olarkən Cəbrayıl Stalinə xahiş məktubu yazır. Məktubda xahiş edir ki, onu həbsxanadan buraxsın, əvəzində cəbhə bölgəsinə göndərsinlər. Lakin Stalin onu həbsxanadan buraxdırmaq barədə heç bir göstəriş vermir. Sonralar Yasəməni axtarıb tapan Cəbrayıl onun vaxtilə verdiyi pul kisəsini özünə qaytarır və onunla birgə Bakıya dönür. Onlar artıq ər-arvad münasibətində yaşasalar da bu rəsmiləşməmiş qalır. Cəbrayıl göbək kəslisi edilmiş xalası qızı Minə xanımla evlənir. Yasəmən də onlarla birgə yaşayırmış. Lakin övladı olmadığına görə Cəbrayıl digər qadından olan övladlarını qucağına alanda bu Yasəmənin ürəyinə toxunur. O Cəbrayıla getmək istədiyini desə də Cəbrayıl razı olmur. Lakin Cəbrayıl növbəti dəfə qazamata düşəndə Yasəmən onlardan gedir. Ailə qurub bağçada müdir işinə düzəlir. Yasəməndən fərqli olaraq Minə xanım düz 7 övlad dünyaya gətirir. Onlardan ikisi uşaq vaxtı dünyasını dəyişir. Yasəmən Cəbrayıldan tez rəhmətə gedir. O rəhmətə gedəndə Cəbrayıl həbsdə olur. Cəbrayılın oğlu bu haqda belə deyir. Atam qayıdıb gələndə yenə onu axtardı. Öyrəndi ki, özü də, əri də rəhmətə gedib. Atam onu çox sevirdi. Yadımdadır, qoca vaxtında da onun haqqında mənə danışırdı. Deyərdi ki, kaş rəssam olardım, onun şəklini çəkərdim. Necə gözəl olduğunu görərdim. Övladlarının doğum tarixlərinə baxınca Cəbrayılın müxtəlif vaxtlarda neçə il həbsdə yatdığı da məlum olur. 1928, 1930, 1933, 1938, 1948, 1952. Ümumilikdə isə Cəbrayıla 70 ilə yaxın iş kəsilib. Lakin o aldığı işin yalnız yarısını, 36 ilini həbsxanada keçirib. O daha çox tək işləməyə üstünlük verdiyinə görə Qurd ləqəbini qazanırmış. Ancaq kriminal aləmdə daha çox Paxan Cəbrayıl kimi tanınırmış. Ötən əsrin 30-cu illərində milis tez-tez paytaxtda ablava keçirərək vətəndaşları saxlayıb onları sorğu-sual eləyərmiş. Bir gün axşam keçirilən ablava zamanı Cəbrayıl da saxlayırlar. O boynunda kiçik Quran gəzdirirmiş. Onun üst başını yoxlayan Rus bunun nə olduğunu soruşanda Cəbrayıl bu Qurandır cavabını verib. Milliyyətcə Rus olan milis heç nə demir. Lakin Rusdan fərqli olaraq Azərbaycanlı milis rəisi onun boynundakı Quranı dartıb qırır və kiçik Quran kitabını yerə atıb tapdıyır. Rusun Qurana belə sayğısızlıq etmədiyini, amma müsəlman olan rəisin Quranı yerə atıb tapdamağını görən Cəbrayıl hirslənir və ona deyir ki, harda görsə onu öldürəcək. Bir gün Cəbrayıl axşam yaşadığı məhəlləyə gələndə gözlənilmədən qarşısına həmin milis rəisi çıxır.
Rəis ateist olduğunu deyərək Quranı təhqir etməsinə bəraət qazandırmağa çalışır. Lakin həm də onu dilə tuta-tuta əlini yavaş-yavaş tapancasına doğru uzadırmış. Cəbrayıl başa düşüb ki, milis rəisi ona atəş açmaq istəyir. Buna görə də daha cəhd tərpənib və cibindəki tapanca ilə milisi alnından vurur. Cəbrayılı həbs eləyərək iş kəsirlər. O məhkəmə zalına aparılarkən öldürülən milis rəisinin qardaşları onu ya yolda ya da həbsxanada aradan götürmək qərarına gəlirlər. Lakin onun həbsxanadakı dostları onu zindanda killerin gözləməsi barədə xəbərdar edirlər. Bir gün səhər o əl üzünü yuyanda hündürboylu həbsxana yoldaşının onu gütdüyünü hiss edir. Həmin şəxs dərhal əlindəki bıçaqla onun üstünə cumur. O, Cəbrailə bıçaqla zərbə endirəndə Cəbrail qolunu qabağa verir və bıçaq onun qoluna dəyir. Cəbrail bıçağı qatilin qarnına soxaraq onu öldürür. Beləcə, Cəbrailə qarşı sui-qəsd planının üstü açılır. Bu plana görə milis rəisinin qardaşları başda olmaqla bir neçə nəfər həbs edilir. O zamanki qaydalara görə zindan həyatı yaşayıb azadlığa çıxanların və onların ailə üzvlərinin Bakıda məskunlaşmasına icazə verilmirdi. Ona görə də Cəbrailı ailəsi ilə birgə paytaxtdan kənara, Səlyana sürgün edirlər. Cəbrail orada MTS-də gözətçi işləməyə başlayır. Bir gün MTS-ə yoxlama gəlir. Yoxlama üzvlərindən biri Cəbrailin öldürdüyü milis rəisinin qohumu olduğunu bilir. Cəbrail müstəntiqin onun işini yoxlayıb həbs edəcəyini düşündüyündən həmin şəxsi də yaralayır və 8 il iş alıb Sibirə göndərilir. Sonra isə bir neçə məhbusla Sibirdəki həbsxanadan qaçır. Oradan qaçan məhkumlar bir-birlərinin ətini yeməklə xilas olmuşlar. Yolda Cəbrail onlardan ayrılır. Cəbrail istisna olmaqla Sibirdən qaçanlardan daha biri sağ qalıb. Vaxtilə həbsxanada nazor işləmiş şəxslərdən biri yeganə sağ qalmış məhkumu bədənindəki döymədən tanıyıb. Ona görə də milis bu məhkumu yenidən həbs edib. Məhkum mən Sibirdən qaçanların hamısını yemişəm deyə milisi aldatmaqla Cəbrailı xilas edib. Bununla da Cəbrailin axtarışlarına son qoyulub. Yazıcı Elçinin Ox kimi bıçaq adlı kino povest əsasında çəkilən məşhur Arxadan vurulan zərbə filmində Qurd Cəbrail obrazını canlandıran mərhum aktyorumuz Yusif Vəliyevlə Cəbrail eyni küçədə yaşayır. Cəbrailin oğlu Xoşqədəm ilə dost olub. Cəbrailin oğlu müsahibələrin birində bu barədə deyir. Bir gün Yusif mənə dedi ki, Cəbrail haqqında film çəkilir. Mənə Qurd Cəbrailin obrazını yaratmağı tapşırıblar. Sənin atan 40 ilə yaxın həbsxana həyatı yaşayıb. İstəyirəm bir müddət atanın yanında gəzim. Onun hərəkətlərini, davranışlarını, danışıqlarını, jestlərini öyrənim. Atam buna icazə verərmi? Dedim, əlbəttə icazə verər. Paxan bununla razılaşdı. Yusif Vəliyev 1-2 ay atamın yanında gəzib dolandı. Onun davranışlarını, oturuşunu, duruşunu, hətta nərd oynamasını belə öyrəndi. Arxadan vurulan zərbə filmi efirə çıxanda atam artıq rəhmətə getmişdi. Yusif Vəliyev atamın obrazını necə canlandırmışdısa, hər kəs mənə deyirdi ki, axşam televizorda sənin atanı gördük. Hər dəfə arxadan vurulan zərbə filminə baxanda elə bil atamı görürəm. Fərq yalnız bu idi ki, filmdəki qurd mahir ustalıqla bıçaq atır. Halbuki atam tapancadan sərrast ateş açırdı. Cəbrail erməniləri sevməyib. Onlar Cəbraildən qorxub çəkinirdilər. Onun qorxusundan Cəbrailin yaşadığı Kirpiçni adlanan məhəllədən keçib gedə bilmirdilər. Cəbrail onların başına oyun açılmış. Həbsxanadan sonuncu dəfə 1963-cü ildə çıxıb. Oğlu Xoşqədəm danışır ki, 63 yaşlı Cəbrail həmin vaxtdan ömrünün sonuna qədər başını aşağı salıb heç kimlə işi olmayıb. Qurd Cəbrail 1976-cı il mayın 9-da dünyasını dəyişib. Oğlunun dediyinə görə həmin vaxt SSR-dəki bütün həbsxanalarda onun üçün Yasin oxutdurulub, ehsan verilib. Bu da belə. Videonun sonuna gəldik. Əgər məlumatlar sizin üçün faydalı oldusa, videonu bəyənib kanala abunə olmağı unutmayın. Şərhlərdə isə fikirlərinizi gözləyirik.